devrələnməz. Bir. İkincisi, indi Aslan qalıb qaplarda, Aygün oturub mən demirəm, özləri bilər, özünə demişəm ki, qarışmıram. Özləri bilər. Amma danışanda haqqına danışmaq lazımdır. Haqqına danışmaq lazımdır. Heç kəsin haqqını yemək lazımdır. Mən Aygünə görə dəfələrlə dalaşdım qapıdakı, oradakı ev yəstəsi şahiddir. Ki, mən gedim Aygünü gətirim. Aygün anam bir atdan qoydu, üstdən düşdü ki, yox, mümkün deyil. Mən gedirəm. Dedim, sənə demirəm get. Səndə qal burada, o da gəlsin. Səhvin başa düşüb. İndi deyək ki, Aygün səhvin başa düşübdür. Aygün elə onda da səhvin başa düşmüşdü. Bir həftə bundan qabaq da səhvin başa düşmüşdü. Nə oldu? İminlə boy mən boşanan gün Aygünü sən gətdin ora. Nə oldu? Nə əldə elədin? Deyir, baxın şeydə, Aslan xidmətdə deyib. Aslan xidmətdə deyib ki, Aygünü götür ki, deyib sən yox. Mənə o sözü deməyib. Yalandan boynuma qoymasın. Mənə desəydi, mən o sözü deməyibdi. Nəsə, Allah sənə də xoşbəxt eləsin. Mən zaten xoşbəxtəm. Yəni, mən bir şeyə kres qoydumsa, o mənim kresimini heç kəs döndürə bilməz. Heç kəs. Mən özümə yer tapacam. Mən çöldə qalmayacam. Çünki mən əcəba indi də çıxıram mən işə. Saat 7-də gəlmişim, indi yenə çıxıram işə. Bildim. Özünə müqayət olun hələlik. Ne oldu indi? Sən başa düşdün o mənası nə dedi? Sən başa düşdün o səncə? Yox, sən nə başa düşdün onun sözündən? Ağlamaya Aygün, qulaq as. Mən sənə bir söz deyirəm. Aygün səhvini başa düşüb deyir. Bax. Mən də qəbul elədim. Gəlib deyib anasına, anası deyib yox. Hamı ceyranı qırır. İndi qulaq as, bax qulaq as. Çalış, özün başa düşürəm. Çox istəyə bilərsən, az istəyə bilərsən. O da sən heç vaxtı hansısa bir kişiyə görə ağlayıb özü, yəni pis eləmə o yanmır. Əksinə o sənin göz yaşları görüb daha da şey olacaq. Ayağın altı yer ala bilər. Və yaxud istəyir kişi olsun. Heç bir xanım bir kişiyə görə Aslan dedi dəyməz. Aslan deyib də, mən işləyəndə Aslan gəlmişdi mənim iş yerimə. Dedi gedib yoluna qoyub gəlib aparacam sən. Gedib deyib anasına, anası deyib ki qəbul eləmərəm. İndi hamı daşqalaq ceyranı eləyir. Eləsinlər, nə deyirəm ki? Sən deyirsən bir günlərim o gəlməyəcək bura. Bir gün qayıdıb gəlməyəcək. Nara? Bir gün gələ kapitan qızı çox sağ ol. Bir gün gələcək. Bax mən bir gün gələcək hər şey qəbul edəcək. Bax bu günlərim uşaqlar. Bax indi mən bunu dalıcan kimi danışmaq kimi çıxmasın belə. Bir gün Azər gedib o qızı götürür gəlir. Bax nədir o qızın adı? Tutunu götürüb gəlir. Sevdə xanım da gətirir. Allah canı sağ olsun. Bunun qəlbində mərhəmət var. Bu gün öz uşaqları var 3 dənə. O saxlasa elə o 3 dənəni saxlayar da. Niyə yad insanı gətirib o saxlaya biləcək? Heç vaxtı saxlaya bilməz. Bu gün canından, qanından olan insana əgər baxmırsansa, vallahi billahi deyirəm, başqasını gətirib baxa bilmərsən. Yəni sən ona görə sənə bir söz deyim, Ceyran xanım da oradadır. Nəyəsə görə ağlama. Sən bugün öz səhvi başa düşdün, gəldin Ceyranın yanına, düzdür? Öz səhvi başa düşüb gəlimizə. O da sənə başa düşdü, gəldi yanında. Bir gün o da başa düşəcək. O da oğlandır da, bir dənə kişidir, başa düşəcək. Deyir, insan yaşlaşdıqca hər şeyi başa düşür. O da sənə başa düşəcək. Uşaqlar, yenə deyirəm, istəyir burada oğlan olsun, istəyir qız olsun, heç bir dənə qıza görə və yaxud ki, oğlana görə, qızlara da aiddir, istəyir kişilərə də aiddir. Niyə üz-üzləyirsin? O da insandır, nervlidir, əsəbidir, onun da psixoloji əsəbləri yerində deyil, insandır. Mən ona pis olmamışam, o da mənə pis olmuyor. Ancaq ki... Ancaq ki nə? Ancaq ki nə? Aygün, günah səndə də olub. Aygün, günah səndə də olub da. Günah məndə də olub. Ceyran xanımda da olub, Aslanda da olub. Üçümüzdə də günah olub, səhv olub. Demirəm ki, tək məndə də günah. Sən tək onda görmə günahı, özündə də gör günahı. Əgər bir insanda nəsə səhv varsa, birinci öz səhvi məndə də var, Aslanda da var. Bu günlərim, yenə deyirəm, bugün sən də qanından ayrısan, Aslan da sənin qanından ayrı. Ancaq bu günlərim Ceyranın o övladıdır. İstəyir milyon da gəlsə, trilyon da gəlsə o atası deyil. Nə də ki o anasının atası deyil. Ola bilər burada pis danışırlar, bir-birinə əsəbi olurlar. O gün mən Aslanın özünə də dedim ki, o Lalənin canlısına qalxdı, dedi ki, mənə elədiklərim bilir. Mən dedim, heç vaxtı öz anığı nəyəsə rəsxod vermə. O sözüm onun xətrinə dəydi. Ancaq əslində xətrinə dəyməsin.
Nə olursa olsun Başa ananı düşürəm. ananı Lalə kimsə kimdir? Laləni tanımayan yoxdur. Lalə kimdir? Getsin hələ 3 nəfərə çıxmaq şərti ilə. Elə sizin ailə özü onlar da axı biləsən. Hə, Seva xanım ağlayır. Hə, onları sizin ailənizə dağıtmanın səbəbkarı evinizə girib çıxan adamlardır. 1-2 nəfərə çıxıram qalan hamısı. Kim gəldi qapı açdı. Gədə bir gün oturağın onunla, bir gün oturub yeyib içəyin. Bax bugünkü gündə sənə bir kebab alıb yeyən adam, bir sok alıb deyir başına vurur. Niyə vurmalıdır? Sən kimdən yeri gəlsə ki, o nə boyda olur? Girib sən də ala bilərsən, eləyə bilərsən. Ehtiyac yoxdur. Biri gəlir deyir mən bu alıram, biri gəlir deyir o elə otur öz qazancı 5 manat al, zato ye iç. Ye iç özün üçün. Kimlərinsə sözünü yemə qaban. Lazım deyil. Heç kəs bu günlərim ola bilsə burada elə bir insanlar var ki, çox kasıb insanlardır. Ancaq mərddirlər. Çox mərd insanlar. Qoş mənim. Qoşacam səbirli olun uşaqlar. Bu bir dənə şey eləyim. Bir dənə bəyənməni 100k eləyən ki, qoşağım. Elə olanda misafir atırı dala. Zəhmət olmasa uşaqlar, ekran bəyənməsini 100k eləyən sizdən xahiş edirəm. Bütün böyüklərdən, uşaqlardan. Yenə də deyirəm, bu gün də deyirəm, burada bütün dostlarımdan xahiş edirəm. Nə qədər insanlar var ki, burada bugün bu platforma insanların mədəniyyətidir. Əgər burada öz mədəniyyətini göstərə bilmirsə, çöldə heç o mədəniyyət göstərə bilməz. Öz ətrafına hörmət qoymayan insan qarşındakı insana heç vaxt hörmət qoya bilməyəcək. Buna əmin olun. Burada bugünkü gündə cavan uşaqlar var, ya az yaş uşaqlar var. Xahiş edirəm, heç biriniz bizə baxmasın. Heç bir insan bizə baxmasın. Gedin kitablarınızı oxuyun, dərs. Salam abi, salam. Get dərsinizi oxuyun, kitabınızı oxuyun, təhsil alın. Tete öpürəm qaqa, aşıva dönərəm sənə. Get dərsinizi oxuyun, tete bax. Bugünkü gündə bu savadsızlıqdandır bu davalar. Bax, insanın ağıllı insan, kamil insan heç vaxt gəlib burada dalaşmaz, artıq söhbətdə eləməz. Həmişə ziyalı insanlar hər zaman hər şeyi başa düşür. Bugün savadsızlıqdandır ki, biz insanlar bir-birini qırırıq. Elçin usta çox sağ ol qardaşım, çox sağ ol, minnətdaram. Savadsızlıq bir insanları bu vəziyyətə gətirib çıxardı. Burada elə bir insanlar var ki, vallahi deyirəm, müəllimə var, həkim var, nə bilim mən, gömrükdə var, hər sahədə var. Hər sahədə olan insanlar var, hamısı da savadlı elm adamlarıdır. Nə olsun? O demək deyil ki, elmdə oxuyan insan, müəllim adam gəlib burada TikToka girə bilməz. Girir, niyə də girir? Başlayır fırlayır, baxır görüm kim mədəni söhbət edir, o qulağısı. Kim tutaq ki, oturmusan evində, ailənin yanında bir çay içirsən, deyirsən ki, gəl bura.